Pasientimiz Hüseyn bəydir. Hüseyn bəydə dirsəyin qırığı, düzdür? Dirsəyin qırığı diaqnozu ilə yaxınlaşdı. Nə vaxt olmuşdu? Keçən ilin 2025-ci ilin fevralında. Bunlar 3 həftə gipsdə olublar. Bir ildir ki, qol birinci bizə yaxınlaşanda Hüseyn bəyin qolu bu vəziyyətdə. Təqdim ona biraz belə. İndiki vəziyyəti müəyyən qədər irəliş əldə eləmişik. Artıq fizioterapevtik prosedurlarla və reabilitasiya ilə. MRT nəticəsində məlum oldu ki, Hüseyn bəyin tam dirsəyi ətrafında müəyyən qədər ödəm topusu yığılmışdı. Ona görə də dirsəyin tam açılmasına günü bu gündə mane olmağa davam edir. Amma qrafsondan o ödəmi müəyyən qismini dağıdaraq tam açılmasını təmin edəcəyik. Doğru Trisepsi göstər mənə. Qolun arxasını tam. Proses sonrası aldığımız nəticə. Tamam.